Gəl, gəl qardaş, gəl, xoş gəlmisən, xoş gəlmisən. Natiq, bax, həmişə deyirəm ki, bax, sözümdə də bax, qüvvət var da, kasıbların dostu dayı. Doğrudan da kasıbların dostu dayı həqiqətən. İki otaqlı ev tapıb Xırdalanda. Bizim bu əhali üçün, millətimiz üçün. Fikir ver, qiymətinə bax, əşyalı 40 min manata. Ha kişi, 40 min manata iki otaqlı əşyalı Xırdalan şəhərində Af yaşayış kompleksindən yuxarı küçədə yerləşir. Gəl içəri. Gəl, yuxarı küçədə tam əşyalı. Bir dənə nə çıxacaq? Evin bax kombisini çək bir dənə. Kombi aparatı, radiatorları hamısı var idi. Burada bax şkaf yığılıb qardaş. Gəl bir dənə bura bax. Şkafa bax. Şkaf yığılıb. Geç arxadan çək onu qəşəng. Bax bu gəl bura buradan çək bu hissədən. Belə fırlam şkafı çək. Şkafı çək bir dənə. Bax şkafı yığılıb. Bax girdiyin qonaq otağıdır. Bir dənə qonaq otağını çək. Evdə nə görürsünüzsə burada, qardaş, əşyalar qalır. Stol təzə, divan təzə, bir dənə uşaq kravatı çıxacaq, bir də elektronika çıxacaq. Televizor, paltar, yandı, elektronikaya aid olan nə şeylər varsa çıxacaq. Hamısı qalır, qardaş. Bu cür bahalı şeylər. Elə bunu hesablayanda gəlir 30 minə düşür də elə. Gəl bura, gəl bura. Burada bir yataq otağını da çək. Bax, bütün gir içərisini çək. Şifaneri zadı, termosu zadı. Hamısı qalır. 40 min manata, 40 min manata nə verirlər, qardaş? Gəl, reallıqla olanda. Gələsiz bunu bir cüzə endirim də eləyərik qiymətdə. Bir balaca oynadarıq qiymətini inşallah. 40 min manata iki otaqlı Xırdalan şəhərində düz harda park yaşayış kompleksində yuxarı küçədə. Hündür bir arada nəmişli də yoxdur. Keç mətbəxi də çək. Bahalı membranlı mətbəxi yığılıb. Keç. Bir dənə çək. Yəni bunu yaşayan adamın elə ki, gəlin bunu cehizli üçün yığıb, özüsün. Cehiz kimi yığılır. Ən bahalı mətbəx mebelidir. 40 min manata. Keç sanitar qoşağını çək. Ev yaşayışdır. Hazırda yaşayırlar evdə. İnşallah kiminlə sualı olsa evlə barədə bizə müraciət eləsin. Bizlə əlaqə saxlasın. Gəlin, baxın. Baxmaq deyil. Behi götürün, gəlin bu evi beh qoyun. Alın bu evi. Kanalımıza abunə olun, videonu bəyənin. Sağ olun, minnətdarım izlədiyiniz üçün.